Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci il dönümü Rusiyanın ən böyük regionlarından biri olan Çelyabinsk şəhərində də qeyd edilib. Ümumrusiya Azərbaycanlıları Konqresinin Çelyabinsk bölməsini təşkil etdiyi tədbirdə əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub. Konqresin Çelyabinsk şəhər bölməsinin rəhbəri Rafael Quliyev vurğuladı ki, məhz Böyük Öndərin əsasını qoyduğu müasir Azərbaycan dövlətinin xarici siyasətində bugün yalnız Azərbaycançılıq ideologiyası aparıcı mövqe tutur. Hələ 60-cı illərdə Sovet dönəmində Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması tarixdə Azərbaycançılığın çox böyük uğuru idi. Bu, Azərbaycançılığın inkişafı üçün böyük imkanlar yaratdı. Heydər Əliyev Azərbaycanını dünya Azərbaycanlılarından təcrid etmədi. Rusiyada Azərbaycanlı Gənclər Təşkilatının Çelyabinsk bölməsinin üzvlərin ümummilli liderin diasporunun formalaşmasında çıxışları iştirakçılarda böyük maraq oyatdı. Çelyabinsk şəhər Jurnalistlər Birliyinin sədri Vladislav Pisalov Heydər Əliyevin nəinki Azərbaycanda, eləcə də Rusiyada böyük şəxsiyyət kimi sevildiyini vurğuladı. Xüsusi olaraq qeyd edildi ki, Azərbaycan dövlətinin güclənməsində onun misilsiz xidmətləri olub. Hazırda dünya Azərbaycanlılarının bir arada qalması və həmrəylik nümayiş etdirməsi üçün Azərbaycançılıq ideologiyasının təbliği dövlət siyasətinin bir qoludur. Bütün bunlar isə məhz Heydər Əliyevin xidmətləri sayəsində mümkün olub. Zərifə Qurban, Fadil Paşayev, Ramin Qurban, xəbərlər.